Bir dənə şey qayda deyim, qurban olun, bunu yadda saxlayın. Harda əlindən bir şey çıxdı, harda istədin əlin bir şeyə çatmadı, yönəl Allaha. Bil ki, o sənə bu saat nəvaziş eləyir. Allahın xoşu gəlmir bəndəsin nəyəsə çatmasın. Allah artığın verməklə məşğuldur. Artığın verməklə məşğuldur. Deyəsən ki, qüdrətin çatır, bəli. Rəhəmlisən, bəli. Mən çalışmışam, bəli. Nəticə yoxdur. Deməli, sən daha üstün bir şey mənə vermək istəyirsən, bunu verməməklə. Daha artıq bir şey vermək istəyirsən. Kim ora diqqət eləsə, onda həsrətini çəkməyəcək. Deyəcək, belə dünəndən olmasın. Nədənsə məhrum olanda, nəsə əl üzdən çıxanda, nəyəsə çatmayanda yas qurub qəmli statuslar paylaşmayın. Deyin ki, Allah mənə bundan artığını vermək istəyir. Allah bundan üstününü vermək istəyir. Daha üstün bir şey vermək istəyir. O demək deyil, çalışma. Məqsədin üçün çalış. Əlindən gələni elə, ruhdan düşmə nəticəyə görə. Nə zaman çatmadınsa, baxdın, eşidirəm səs sən bu saat məni sığallayırsan, mənə ürək dirək verirsən ki, narahat olmayıb, vermədimsə bir məsləhət var, sənə artıq şey verəcəm. Dünya üçün çalış, nə əlüvə çatmasa, bil ki, ondan artığın verəcək. Nə əlindən çıxsa, o saat qulaq as, səssizlikdə Allahın səsini eşit. Kim deyir Allahın bu səsini eşitməsə, onda dünya onu həsrət